Herkese salam. Yeni vloguma hoş gelmişsiniz. Burada saat hardasa 5'e qalıb imsaka durmuşam oruç tutmaq üçün. Gedirəm mətbəxə, çayımı qoyum, yeməyi hazırlayım. Yemək dedikdə elə səhər yeməyi kimi mən yeyirəm. Çünki elə daha asan, daha rahat olur. Ağır yeməklər yeyə bilmirəm. Mədəm ağrıyır sonra. Bəs sizlər necə oruç tutanınız var? Mən hardasa 11-12 yaşımdan bu yana həmişə orucumu tutmuşam. Anamla tutardım. Elə ondan sonra ailə həyatı qurduqdan sonra da yoldaşımla elə orucumuzu həmişə tutmuşuq. Namazımızı şükür Allaha qılmışıq. Burada da yumurta qaynadıram. Elə adicə səhər yeməyi kimi hazırlayıb yeyirik. Burada artıq mən yeyib bitirmişəm. Televiziyada da Arşın Malalan filmi gedir. Bu filmi çox bəyənirəm. Buna da biraz baxdım. Sonra çayımı içdim. Və yeməyimizi yekunlaşdırdıq. Keçmişin filmləri mənə həmişə daha maraqlı, daha necə deyim o, türklər demişkən büyüləyici gəlir. İndiki filmlərdən daha maraqlıdır. Səhər açıldı, uşaqları məktəbə yola saldım. Ev işlərimə başladım. Mən hələ də səməni cücərtməmişəm. Yəni, buğday islatmamışam, səmənini də hələ cücərtməmişəm. Həmişə çalışıram ki, 8 martdan sonra cücərdəm. Mənə elə gəlir ki, həmən vaxtlarda onsuz da səməni tez cücərir, bitir, yəni yaşıllaşır. Hardasa bir həftəyə çox belə qəşəng çıxır da. Ona görə çalışıram ki, həmişə gec qoyam ki, belə qəşəng yaşıl olsun. Yəni çox da böyüməsin. Çünki nə qədər də çalışsaq, o həmin elə necə deyim, qoyan kimi elə süfrəyə, xonçaya o istilikdən həm elə bir tez boyatır, həm də rəngi falan tez solur. Ona görə də mən həmişə çalışıram ki, gec qoyum, yəni çox da böyüməsin. Buğdamı artıq götürdüm. Mənə lazım olan qədər yudum. Burada da bizdə çöl göyərçini deyirlər. Belə həyətimizdə dolu olur. Cücələrə yem verdikcə onlar da gəlib yığışırlar başlarına. Dedim evi biraz yığışdırım. Bizdə evi dağdan, tör-töküntü yaradan həmişə kiçik qızımdır. Oyuncaqları çoxdur. Hamın gətirib tökür ortalığa, amma yığmağa çatdıqda isə qaçıb gedir. Yəni yığmaqla heç arası yoxdur. Elə yığmağı bu qədər olur. Gətirib hamısını tökür bir yerə, qutardı getdi. Nə də indi masa üstündə, stol falan üstündə qalırsa, onları da gərək biz bir-bir gəzib yığaq, yığışdıraq. Bu mənim qarğıdalıdan qoyduğum səmənidir. Əslində düşünmüşdüm ki, qarğıdalı gec çıxır deyə. Düşünmüşdüm ki, gec çıxacaq və ona görə biraz vaxtından əvvəl qoymuşam. Olsun, amma yenə yaxşıdır. Dibinə biraz torpaq tökmüşəm deyə rəngi yaxşı qalıb. Qarğıdalıdanın səmənisini daha çox xoşlayıram. Yəni o cücərməsini buğdadansa. Burada da qızımın kosmetikasıdır. Atası alıb ona. Yəni nə görsə, böyüklərdə nə görsə özünə də istəyir, uşaq kosmetikasıdır. Atası alır ona. Dəfələrlə alıb, bəzənir, düzənir, sonra yenə gedib yuyur, silir. Keçdim mətbəxə, ayran aşı hazırlayıram. İstəyirəm içinə kələm və kartof əlavə edim. Ən çox xoşladığımdır qış aylarında. Bir də xanımlar
yer köküm belə cücərib, yoldaşım çoxalmışdı bir meşok. Mən 15 kilo idi, 20 kilo idi. Yeyilib bu qalıb. Bu da artıq başlayıb cücərməyə. Bilmirəm bunu atım, yoxsa buzluğa mı qoyum, doğrayım qoyum, bilmirəm. Qalmışam. Heyfliyim də gəlir. Atsam da, yəni həyətdə malqara da yoxdur verməyə. Xarici blogerlərdə görmüşəm, belə doğrayıb yığırlar buzluğa, istənilən vaxtı hansısa bir supa, şorbaya falan əlavə edirlər. Bilmirəm, baxaram, görüm, yəni dadında bir dəyişiklik yoxdursa əgər, mən də yığaram poşetlərə, ataram buzluğa. Lazım olduqda çıxarıb, əsasən də mərci supunda xoşum gəlir. Mərci supuna falan əlavə edərəm hər halda. Oğlumu göyərti üçün göndərmişdim, alıb gəlib. İndi bunları da yaxşıca yuyum, əlavə edərəm aşıma. Xanımlar, bir də onu deyim ki, bizdə ayran aşı deyildik də, doğğa ilə səhv salırlar, amma bu qətiyyən doğğa deyil. Bizdə buna sadəcə olaraq ayran aşı deyilir. Çünki bu əvvəllər sadəcə ayrandan hazırlanan bir yemək idi. Çünki kənd yeri idi və demək olar hər kəsin evində malqarası var idi deyə, yəni evində südüdür, qatığıdır, hər bir şeyi evində idi və qatığı nehrə edəndə, yəni ondan yağ alınanda orada ayran qalır, hansı ki, həmən ayranı qoyurlar ocağa, o çürüyür, oradan şor əldə edirlər. Yəni hansı günü nehrə olardısa, həmən günü mütləq evdə ayran aşı hazırlanardı. Yəni bu yemək. İstər qışda, istər yayda, qışda içinə bizdən məsələn kartofdur, hətta boranı əlavə olunur, kələm qatan var, təkcə noxudla eləyənlər var. Amma yay aylarında isə sadəcə boş içilir, nanə qatılaraq içilir və ya belə hazır bişirilir, sadəcə noxudla və sərin halda servis edilir. Və bunu bizdə belə deyim də hazırlandıqda çox yekə qablarda hazırlanardı. Yəni çox istifadə olunardı, belə deyim. Hətta qonşulara, qohumlara, hamı bir yerə yığışardı. Yekə bir qazanda bişirilərdi və hamı o yekə kasalar ki var, o yekə kasalarda hamı belə 1-2 kasa yeyərdi. Hətta da çatmazdı da çox vaxt. Belə deyim, dadı damağımızda qalardı. Amma sonradan o malqaralar getdikcə azaldıqca insanlar başladı ayran yerinə, yəni qatıqdan da istifadə etməyə, qatığından da eləməyə, qatığa su qatıb eləməyə. Yəni doğğa qatıq olur, amma ayran sulu olur. Yəni ayran aşı sulu olur. Elə adı ayran aşı kimi də gedir. Əvvəllər də var idi, qatıqdan da hazırlanan var idi. Bizdə də evdə çox vaxt qatıqdan olunardı. Qatıqdan daha şirin olur, yəni dadlı olur. Amma ayrandan hazırlanan isə ayrandan biraz turşməzə olur. Ona görə bizdə də evdə daha çox qatıqdan hazırlanardı. Bir yandan bunu bişirirəm. Artıq iftara da az qalıb. Bir yandan da manni bişirirəm. Sonra bunun bir tək kələmi qalıb. Kələmin də artıq doğrayım, töküm içinə, keçim iftar hazırlıqlarına. Keçdim artıq iftar hazırlığına, süfrəmizi hazırlayım. Burada çörəkləri isidirəm. Yağ pendir varsa mənim üçün olmazsa olmaz isti çörəkdir. Biraz çox eləyirəm, çünki oturduqda uşaqlar da istər-istəməz gəlir. Məncə hər bir evdə belədir. Biz də belə olmuşuq. Gedib yığışardıq nənəmgilin, anamgilin başına. Onlar yedikcə biz də yeyərdik. İndi bizdə də uşaqlar elədir. Biz otururuq, onlar da gəlib yığışır başımıza. Onlar da oturur bizlə birgə. Burada çörək isidirəm. Yəni klassik onun xurmasıdır, pendiridir, yağıdır. Bunlardan qoyub iftarımızı açırıq. Kimlər də orucludursa, Allah tutulan orucları qəbul eləsin. Allah
Hər kəsə deyərdim ki, qismət etsin bu mübarək ayda, bu gözəl ayda oruç tutmağı. Allah hər kəsə sağlıq versin ilk öncə. Elə insanlar var ki, sağlığı imkan vermir. Anam həmişə deyərdi ki, nə edirsənsə cavanlığında, vaxtında etmək lazımdır. Deyir, sonra yaşa dolduqca, yəni elə şeylər olur ki, istər namaz qılmağa, istər hansısa bir ibadətə sağlıq imkan vermir. Ona görə Allah hər kəsə can sağlığı versin. Allah hər kəsə qismət etsin. Allah gələn illərdə də bizlərə qismət etsin. Artıq orucluqda, yəni çoxunu keçmişik. Artıq 20 gündür orucluq. İnşallah bir şey qalmayıb bitməyinə. Bundan sonraki illərdə də Allah hər birimizə qismət etsin. Mən hazırladım, süfrəyə verdim, yedik. Allah hər kəsin də rüzisini yetirsin, halal rüzisini yetirsin. Burada da qabları yumaq qaldı mənə. Keçdim qablarımı yumağa. Bir vlogun sonuna da çatdıq. Bura kimi izlədinizsə bəyənib bir abunə olmağı unutmayın. Dəstəyinizi əsirgəməyin. Bu mənim üçün çox önəmlidir. Çox sağ olun izlədiyiniz üçün. Allaha əmanət olun. Sağ olun.